Sabunçu qəsəbəsindən Bakıxanova keçən yolda Anaşkin deyilən ərazidə 148 saylı məktəbə lap yaxın ərazidə 3 sot torpaq sahəsində 3 otaq evi sizə təqdim edirəm. Sənədi qanuni hüquqcalı bir evdir, dəyərli izləyicilərimiz. Həyətinə rahatlıqla 4-5 maşın daxil ola bilər. Əlavə olaraq həyətində əldama və sanitar qovşaq üçün nəzərdə tutulmuş, lakin təmirsiz olan yer də var. Evin qarşısına diqqət edin, zəhmət olmasa, yay mətbəxi kimi də istifadə etmək mümkündür. Buyurub baxa bilərsiniz. Həyəti əks istiqamətdən bir daha göstərim. Və keçid olaq evin iç hissəsinə. Razində həqiqətən, yəni bu qiymətə evlər çox azdır. Xərc tələb edən işlər ola bilər, lakin qiyməti çox ideal bir qiymət qoyulub, cəmi 78 min manata. Paket hüquqcalı 3 otaq ev, hələ də ki, yəni belə bir ərazidə. Sanuzel sanitar qovşağı birlikdə inşa olunub. Qeyd etdiyim kimi, əlavə olaraq həyətində də sanitar qovşağı etmək mümkündür. Evdə hazırda yaşayış var. Qaz, işıq, su xətləri, istilik sistemi, kombi, internet hamısı daimi işlək vəziyyətdədir. Qiymətdə razılıq əsasında, yəqin ki, ev sahibi ilə razılaşıb, əşyaları saxlamaq mümkün olar. Bu hazırda bir otaqda, yəqin ki, qonaq otağı nəzərdə tutulub. Bu digər bir kiçik otaqdır. Və üçüncü otağı göstərim. Buyurub baxa bilərsiniz. Bir şey də qeyd edim, dəyərli izləyicilərimiz. Bu qapıdan, yəni buradan çölə gördüyünüz yer yoldur. Evi 2 hissəli giriş etmək mümkündür. Yəni, həm bu hissədən evə giriş etmək mümkün olur, həm də ilkin olaraq videonun başlanğıcında qeyd etdiyim ərazidə. Yəni, istəyən şəxs rahatlıqla evi 2 otaq, 1 otaq edib kirayə də verə bilər. Heç bir giriş-çıxış bir-birinə aidiyyatı yoxdur. Sənədi bir daha qeyd edirəm. Kupça, qanuni kupcalı evdir. Qiymət 78 min manatdır. İnşallah ki, real alana ev sahibi tərəfindən endirim olunacaq. Hər kim alsa, inşallah xeyrisindən olsun.